Həyata bir dəfə gəliriksə, qış boyu hər turşumuz olmalıdır. Reseptdə yaddaşda saxlayın, bundan dadlı turşu yoxdur. Özdə gül kələmdən. Gül kələmi soyuq suda isladıb, üzərinə çay sodası və sirkə tökürəm. 15 dəqiqə saxlayıb 4-5 dəfə duruluyuram. Kələkötür olduğuna görə aralarında olan toz, kir, tük bir dəfə yumaqdan təmizlənmir. Bu üsulla inanın, elə gül kimi də gül kələmi olur. Bu dəfə turşunu çox xırda doğramadım. Gül kələmi ortadan böldüm. Ağ kələmi yarpaqlara bölünməsin deyə ortadakı zoğu qalmaq şərti ilə başından kəsdim. Ardıca kərəviz sapları, kök, çulundur, fal-fal kəsdim. Turşu suyunu da soyuq suyla hazırladım. Soyuq suya duz, sirkə, şəkər tozu qatıb qarışdırdım. Tərəvəzlərin üstünü örtənə kimi turşu suyu tökdüm. Miqdarları videonun mətnində qeyd etmişəm. Bütün tərəvəzləri qaba yerləşdirib dəfnə yarpağı və sarımsağı da qatdım. Əvvəl 4-5 gün otaq temperaturunda saxladım, sonra isə soyuducuda. Qış olduğuna görə eyvanda da gün düşməyən yerdə saxlaya bilərsiniz. Getdikcə çovundur turşuya qəşəng rəng verir. Xırçıltısı da öz yerində. Kələm ən sevdiyim turşulardandır. Bəs sizin sevdiyiniz turşu hansıdır?